Varikoz əməliyyatı qorxuludurmu? Əvvəllər damar əməliyyatı aparılarkən narkoz verilirdi, kəsik olurdu, uzun müddət sağalma müddəti olduğuna görə xəstələrdə haqlı olaraq qorxuya, narahatçılığa səbəb var idi. Amma hazırki tibb bizə imkan verir ki, varikoz əməliyyatını kəsiksiz, narkozsuz, tikişsiz, yataq rejimi olmadan icra edək. Müasir minimal invaziv üsullarla əməliyyat, istər lazer ablyasiya, istər radiofrekans ablyasiya olsun və yaxud da ki, varikoz genişlənmiş damarların skleroterapiya ilə aradan qaldırılması olsun, kəsiksiz, tikişsiz, narkozsuz icra olunur. Bu da pasiyentin bir neçə saatdan sonra artıq evə getməsinə və tez bir zamanda normal həyata qayıtmasına səbəb olur. Bu üsullar həm təhlükəsizdir, həm də estetik baxımdan daha uyğundur. Əgər ayağınızda varikoz genişlənmiş damarlarınız varsa, qorxmayın, zamanında həkimə müraciət edin. Müasir tibb artıq sizin yanınızdadır.